Kadın yazarlar. Françoise Sagan. Diva. Bilirsən, dekorasiya arxalanıb öz nanəli suyunu içib bitirdikdən sonra qadın dedi. Bilirsən, əgər mən səninlə məşğul olmuramsa, bu o demək deyil ki, artıq səndən xoşlanmıram. Mən hətta səni sevirəm. Yəni yaşıma uyğun olaraq bunu edirəm. Qadın gülümsədi. Mən yalnız onun haqqda düşünürəm. Onun haqqda? Gənc adam əsəbləşdi və yaraşıqlı oldu. Onun qısqanclığı sabahki naməlum gün qarşısında idi. Çatışmayan pul paraya görə idi. Alçaq bir qısqanclıqdı. Əsəb onu cazibədar edirdi. Bir də ki, qadın adətən başqası haqqda danışanda həmişə məşuqlarından elə bu hərəkəti gözləyirdi. Publika heyecanlanmışdı. Bu gecə İtaliyada hava rüzgarlı idi. Antik teatrın demək olar hər yerində 100.000 voltluq onlarla projektor qoyulmuşdu. Tərəqqi antikanın yardımına gəlib. Bu sarsaqlar belə deyirdilər. Qadın çiyinlərini çəkib adama tərəf çevrildi. 2 dəqiqədən sonra mənim çıxışımdır, dedi. Gənc adam ona cavab vermədi. O qadının arxasınca şəhər-şəhər gəzirdi. Qadınla orta səviyyədə sevgi ilə məşğul olur, elə orta səviyyədə də onu maddi olaraq qarət edirdi. Lakin indi qadına qarşı çox hiddətli idi. Qadın kiloqramlarını, qırışlarını və özünü arxada qoyub qaranlıqda əyləşən, heyranlıqdan sərxoş olmuş insanların önündə səhnəyə çıxırdı. İstər Berlin, New York və ya Rom olsun, hər yerdə onu, onun səsini arzuluyurdular. Səhnədə o tək idi. Təsirlənmiş vəziyyətdə bu yalnızlıqdan ləzzət alırdı və gənc adam bunu hiss edirdi. Belə vaxtlar qadın üçün nə keçmiş 3 əri, nə 30 məşuqu vacib deyildi. Ən dəhşətlisi o idi ki, hətta o belə tamaşada, kütləvi səhnələrdə iştirak edən adamlardan belə artıq deyildi. Çünki heç olmasa həmin adamlar tamaşa üçün nəsə bir iş görürdülər. Kütlə sustu və gənc adam onların üzlərinə baxırdı. Bu çox ağır bədənli, biraz ədəbsiz qadına uçaq yaxın durmuşdu. Lakin bu səs hardan çıxırdı? Həmin səs ki, hamını heyrətləndirirdi. Amma yox, o tezliklə qadından maksimum olan şeyləri tələb edib, sonra cəld yox olacaq. Boş yerə kasıbçılıqdan çıxıb, bəzi erkək və qancıqların kaprizlərinə dözmürsən ki, 30 yaşından sonra belə növbəti klimaks yaşında olan bir xatuna sevgili olasan, hətta qadın istedadlı olsa belə. Mən sarışınam, gənc adam düşündü. Sarışın, yaraşıqlı, cəsarətliyəm. Bu Kankioki isə adi kütlədir. Dəqiq kütlədir və o mənə çox böyük məbləğ ödəyəcək. Orkestr tənbəlliklə çalırdı və adam düşündü ki, tamaşanın sonuncu aktı gəlir. Qadın yenə ona dönəcək. O gəldi. Alnı tərdən parıldayırdı. Üzündə yenə də həmin ifadə vardı. Biraz özünü itirmiş, biraz özündən razı ifadə. Uşaq sayağı bir hərəkət etdi ki, ondan tutsun. Kostyumçusu əlində nanəli su buradaydı. Qadın nəfəs almadan suyunu içdi. Musiqi necədir? Qadın soruşdu və ağır perlamut göz qapaqlarını qaldırıb ona baxdı. Aman Allahım, mənim 30 yaşım var. Qamətli, yaraşıqlıyam. Hər hansı bir İran şahzadəsinə layiq biriyəm. Axı o necə cürət etdi? Bu ləkəli, yaldaq, boyalı, bulanıq üzlə necə cürət edib məndən soruşdu ki, musiqi necədir? Gənc belə düşündü. Təkəbbürlü adam dedi.
Mən bu operanı yaxşı bilmirəm. Qadın qəhqəhə çəkdi. Mən həyatımda onu yalnız 3 dəfə ifa etmişəm. Pauza verib əlavə etdi. Və 3 dəfə onunla görüşmüşəm. Ümid edirəm ki, bu axşam da onu əldən vermərəm. Onu kimi? Lakin qadın onun əlinə toxunub axmaq dirijor tərəfə yollandı. Bu axmaq adam həm də şərəfsizin təki idi. Aydın görünürdü ki, onun şöhrətindən istifadə etmək arzusundadır. Qadına bunu deməsinə baxmayaraq, xəbərdar etməsinə baxmayaraq, o yalnız gülümsəmiş və demişdi. Bilirsən, o heç olmasa musiqiçidir. Bax, elə belə bir tərzdə demişdi. Simpatik, hökümlü, vüqarlı tərzdə. Üzr istəyirmiş kimi. Bəzi yəhudilər, özünkülər haqda bu tərzdə danışırlar. Gənc adam qadının son hədiyyəsi olan qızılı, opiksli qoy düymələrinə baxdı. Sonra isə saatına nəzər yetirdi. Xoşbəxtlikdən logiqaya görə tamaşa yarım saatdan sonra bitəcəkdi. Artıq kifayətdir, adam düşündü. Opera, musiqi, göylərə layiq duetlər və s. Tezliklə Monte Carlo'ya gedib əylənmək yaxşı olardı. Lakin nəsə bir tərəddüd onu dekorasiyadan ayıra bilmirdi. O kimdir? Axı, kimdir o? 3 dəfə görüşdüyü o. Kimdir? 30-cu illərdən qalan qoca biridir, ya keçmiş əri? Ümumiyyətlə, belə ədəbsizlik Konçiokiya tərzi deyildi. Adam qadına onu seçməyə imkan vermişdi. Qadın da onu seçmişdi. Gənc heç vaxt yalandan ona qısqanclıq səhnələri düzəltmirdi. Əlbəttə bunun saxta olduğu üçün utandığına görə etmirdi. Axı, kimdir o? Düşündü. Qadın yenə qayıtdı. Adama kör nəzərlərlə baxırdı. Əlini ovucuna qoydu. Öskürərək sakitcə gözləyirdi. Və pərdə qalxdı və iyrənc dirijor öz çubuğunu qaldırdı. Bu musiqiçilər ona təhkim olunmuş qullardı. Axmaq baxışla itaətkar başlarını skripkalarına əyiblərmiş. Onlardan iniltili səs çıxan kimi qadın artıq adamı görmürdü. Tərpənmədən durmuşdu. Nəzərlərini ölümcül, solğun olan səhnəyə yönəltmişdi. Qaranlıqda olan beyaz üzlərə, kök tenra, bu həyatının toranlıqlarına, səyahətlərə, sözün qısası, ikinci dərəcəli rol verdiyi birinə baxırdı. Birdən adam bunu hiss etdi. Özünü itirdi, qızardı. Anladı ki, o əsas deyil. O ya başqa biri. Əsas deyil. Qadın 2 dəfə ondan yaşlı, 2 dəfə ondan kök idi. Lakin orada olan insanlar onu arzulayırdılar. Yer üzündə milyon kişi onu xəyal edirdi. Adamı isə yalnız Romada bir qadın gözləyirdi. Yəni əlbəttə bəxti gətirərsə onu gözləyən vardı. Amma qadın, həmin bu qadın başqa birini, o naməlum olan onu gözləyirdi. Əlbəttə bir parazit kimi adamı qovacaqlar. Yəni həqiqətən o belə biri idi. Yaraşığı, kişi cəsarəti, gücü ilə adam bu gerçək məhəbbət əhvalatının artıq biri olacaqdı. Üçüncüsü olacaqdı.
Adam qadına baxıb küsməyə çalışdı. Özünü lap hamilə qalmış məşuqa kimi hiss etdi. Lakin səbirsiz kütlə artıq axmaq tenori alqışlayırdı. Adam hiss etdi ki, onlar qadını gözləyirlər. Kütlə və qadının dediyi o. Kimdi o? Gənc oğlan soruşdu. O? Qadın anlamadı. Qadın ona qara gözləri ilə baxdı. Gənc adama tanış olan baxışla, kədərli və ya nədənsə qorxmuş baxış. O adam ki, hansı ilə sən 3 dəfə rastlaşmısan, görüşmüsən. Aa! Qadın sakit güldü. Bunu bir incəliklə etdi. Dirijor çubuğu ilə qadına işarə etdi. Zal həyəcanlandı. Gənc adam hiss etdi ki, onun əsəbləri sim kimi dartılıb. Qadın gülməyi bitirib ona tərəf çevrildi. Əli ilə onun yanağına toxundu. Və gənc adama elə gəldi ki, həmdən xəyal, tələbkar, biraz da çox yaxşı tanımadığı məşuqəsinin yerinə sanki anası peyda oldu. Özü də elə ana ki, onun xoşuna gələ bilərdi. O, qadın cavab verdi. O, yəni Kont Ud. Do'dan yuxarı oktava. Verdi'nin en yüksek notudur. Anlayırsan? Qadın diqqətlə ona baxdı. O isə daş kimi durmuşdu. Ona elə gəldi ki, qol düyməsi, smoking, mirvari, plaston, qadının ona verdiyi hər şey dərisini yandırır. Kont Ud. Sakit səslə qadın davam etdi. Ud, bax, budur. Və o həmin Ud'u oxudu. Çox sakit, incə şəkildə, gözlərini qapadaraq, sanki gənc adama egzotik bir söz anlatırdı. Yalnız, qadın dedi, onu 30 saniye uzadaraq saxlamaq lazımdır. Saç düzülüşünü qaydaya salıb fotasını düzəltdi. Çünki onu artıq dirijor səsləyirdi. Sanki qaçış üçün dərindən nəfəs alıb adama tərəf çevrildi. Və əlavə etdi. Və əsas onu heç kim pulla ala bilməz, dedi.